Herkese salam değerli YouTube izleyicilerimiz. Yeniden Avrupa sahnesinde beraber oyunun ilk karşılaşmalarının birlikte analizini yaşayaq və görək. Analizlərdə bizim başımıza bugün neler gelecek? 5'e koşulmur mu? 4'e koşulaq, girmək olmaz. Girmək olmaz. Vay, girmək var mı? Sofaskorda da problem var. Ne oldu hocam? Ha. Tutun. Tamam. Evet. Ne oldu bana? Canım bize Wi-Fi'den göstersen bize. Bazı 3 Wi-Fi'de özmündü. Kim istemesin ki? Böyle işler. Yani aşağıdan hava sofuyor. Gezişlə. Oyunu tekli akşam gece neticeye kadar. Yani 1 saatten çok video oldu. Yani 1 saat 3 dakikaydı. Neçə dakikaydı burada video oldu. Ben 10-15 dakikalık yayın gözlüyordum. 15 dakika mesela həll eləyəcəm, belə eləyəcəm, la. Uf diyor. Uf ki. Uçdu ki. Həftənin 2-ci gündən başlayacaq oyunlar var. Şampiyonlar Ligi'ndə. Şampiyonlar Ligasında həftənin ilk oyunlarıyla gəlin birlikte başlayaq və görək biz nələr izlədik. Ararat Armeniya karşılaşmasıyla başladık. Səhv etməsəm 19'daydı görüşəm. Yox, 20'də. Tamam. Ararat Armeniya 2-0 hesabıyla Shamrock Rovers'ı məğlub etdi. Tabii ki de görüş biraz İrlandiya üçün çətin bir məsələ oldu. Evet. Və ümid edirəm ki Shamrock Rovers öz evində qələbə qazanacaq. Hər ki burada açıqlanmayıb kimlər var, ona baxacağıq. Mən özüm qeyd eləmişəm. İberi Slovan bir Slovaya gələk. Kapıcı da hətta burada Saravaya qalıb. Evet. Burada da Slovakya temsilcisi Slovan bir Slova 2-0'lık üstünlüğü alıb. Mijalibi 3-0 Lincoln'u məğlub elədi. Sabah 1-0 Kupsu məğlub edib. Sabahın rəqibi de baxın bu. Hilal 2-0. Baxacağım bu görüşdə burada. Baxın. AGF Danimarka Lech. Artıq Lech öz evində ən azı 1-0'lık belə utsa xeyir nədir? Evet. Bir gidiyorum. Burada zedelenme olursa ne taşlıyorum? 1, 2, 3, 4. 1, 2, 3, 4. Ha, Robert Gumney. Ona geçmiş. Evet. Evet. Lech'in öz evine yani aparması böyük şanslı. Dediğim gibi Ararat Armeniya Shamrock Rovers'un ne diyeyim valla en az 30% şansı qalıb deyərəm. Belə də aiddir bu. Lincoln'in təbii ki də öz evində oynayacaq. Baxmayaraq ki bu üstünlük sayılmayacağını düşünürəm. Yəni Mijalibi'nin bir dənə həqiqətin şeyinə baxacaq. Kadro dəyərinə baxaq. Stat həyatına bax. 14-12 milyon. Yəni Lincoln'a baxaq. Lincoln 94 min. 105 min. Hadi bu 205k. Tak 205k. 390k. 400k. 505k. 635 min değeri var. 635 min değer. Lincoln ikinci heyətində isə heç nə. Yəni heyətin düzdür, mən şey dəyərindən ölçmürəm, start heyət dəyəri ilə. Çünki əgər beləsinə qalsam, məsəl üçün tutaq ki, deyək Qarabağ Benficanı utdu, amma milyardlıq klub Chelsea ilə 2-2-yə bərabərə qaldı. Yəni bu
oynayan da sadəcə olaraq Cəbəli Tariq də o inkişaf yoxdur deyə bilərəm. Millidə inkişaf yoxdur. Millisi normal oynaya bir dənə klubu. Amma Lincoln yenə də düz deyəsə Azərbaycan oynayır. Azərbaycan ən azından millisi bir şey eləməsə də, ən azından Qarabağı olsun, Sabah olsun, Zirə olsun bir şey deyə bilir ən azından. Mən onu deyəcəm sizə. Sabahın məsəl üçün səfərdə qələbə qazanması isə 65% rahat Sabah keçər deyərəm mən bu görüşü. Baxmayaraq ki, Kups çətin klubdur, amma Sabah dirəksə bu oyunu penaltiləri aparsa, ən azından Kupsun bir dənə vuracağını desək, Sabah penaltiləri vuracaq. Amma təbii ki, Sabah penaltiləri vuracaq, 100 vuracaq. Çünki Sabahın qapısı güclüdür. Amma bir məsələ var ki, Sabah həmin həftə ölkəyə xal yazıla bilməyəcək. Çünki penaltilərlə qazansa belə xal gəlməyəcək ölkəyə. Dediyim kimi, Sabahın rəqibi AGF 1-4 hesab ilə Lexə uduzub. Lex artıq demək olar ki, 78% bu mərhələni keçib. Hətta üstünlük öz evində olacaq deyə 85% deyirəm. Tun Dinamo Zagreb 1-1 var. Oyunun Dinamo Zagreb'də Xorvatiyada olması, valla mən bunu deyə bilmərəm. Həqiqətən ki, bu oyunu penaltilər görə bilər. Fenerbahçe gəldik. Fenerbahçe'yə ən maraqlı bir görüşlərdən birinə. Fenerbahçe'də Stratayete qapıdan Günok 27 Nelson Semedo 37 milyon Şklinyer 15. Bu kim idi? Nathan Ake. Ake'ni bilirsən, fanəsən bilirəm. Nathan Ake 24. Jardin Ostrovalde 6. Matteo Gendouzi 28. Bartu Elmas 17 İrfancan Kahvezi 7 Fred Rodriguez 9 Kerem Aktürkoğlu 94 Anderson Talişka. Məsələyə gəldiyimiz zaman Fenerbahçe Kornik Poşa təmsilçisi təmsilçidə biraz çətin məsələləri. Fenerbahçe'nin Fenerbahçe'nin o deyil də, yəni Fenerbahçe tutsun geçsin. Nə bilim valla. Fenerbahçe Şampiyonlar Ligi. Statistikaya baxalım. 79% top Fenerbahçe'de olmuş. 15 tane toplam şut çəkilib. İsabetli şut yoxdur. Burada hələ ki. Yəni qapıya dirək. Top çalma. Hər şeydə Fener üstündür. 5 dəfə qapıcı qurtuluşu var. 5 dənə qapıcı qurtuluşu olmasa təsəvvürdə oyun 6-0'dır. Fenerbahçe'nin üstünlüyü bilmirəm. Polşa bəsətindəyim. Məncə Fenerbahçe Polşa'da da qələbə qazanacağını düşünürəm. Fenerbahçe'nin rəqibi altları Sturm Graz Hertz'dan söhbət gedir. Sturm Graz artıq demək olar ki, Fenerbahçe'yə rəqibdir. Bu dəqiqə götürsək Sturm Graz Avstriya təmsilçisi rəqibdir və Avstriya təmsilçisi artıq gələcək hətta bu nədir? Avstriya oyunu var. Avstriyada bu günləri liqası var. Bu günlər liqadan sonra təbii ki də 2 gündən sonra onlar artıq Fenerbahçe'nin səbisini görəcəklər ki, artısı gedək Şotlandiyada var. Bax belə bir məğlub eləyək və Şotlandiya liqası başlamayıb avqustda. Buradan. Yəni əsas artısının da şansı 0'da. Klaksivik Kalmaz Liqası üçün bir şey deyə bilmirəm. Çünki biri Litvaniyanın səfətimizə bizə faradalarındır. Var bir şey deməyəcəm. İkisini də bilməm. Yəni nə eləyəcək. Larne Sirvene Zvezda. Evet, Larne da artıq özünü Avropa Liqasına hazırlasın. İndindən daha yaxşı olar. Sirvene Zvezda çünki səfərdə 4-0 qələbə qazanıb. Mən əminəm ki, Sirvene Zvezda öz evinə qələbə qazanacaq və Serbiyanın adına qalacaq. Bəxtimiz bir dənə Çempionlar Liqasında bax burada gətirib ki, Vikingur 2-1 hesabı ilə Xəbərşeva İsrail təmsilçisini məğlub elədi sonsuz 86-cı dəqiqədə Hansen'in qolu ilə Bork Porson'un asisti ilə. Bax, ümid edirəm ki, İsraildə də Vikingur İslandiya təmsilçisi çox gözəl bir nəticə alsın. Çox gözəl bir nəticə alsın və növbəti bir oyuna tərəf geçsinlər. Gələk Konferans Liqasında ilk günün oyununa ən sürpriz bir. Bu oyun da həqiqətən sürprizdir hətta mənim üçün. Göteborg. İsveçin Göteborg klubu 1-2 hesabıyla Estoniyadan Levadia
klubuna Çempionlar Liqasında məğlub olur. Maraqlıdır. Artıq Levadia bu arada öz üstünlüyü ilə gələcək. Estoniyada oynayacaqlar bu görüşü. Maraqlıdır ki, görüşlər barəsində nə deyə bilərik? Bilmirəm. Florina Dirça görüşünə gələk. Florina haranın təmsilçisidir baxaq nə? Malta, Kosova təmsilçisi 1-1 qalır. Dirçanın Florina'nı məğlub eləyəcəyini düşünürəm və digər növbədə Bisson Gör qarşılaşması vardı. Artıq Lüksemburg təmsilçisi. Boy. Bisson oynayır ki. Friendly. Friendly, tamam. Evet, Gör Macarastan təmsilçisi artıq mən əminəm ki, Lüksemburg klubunu bax belə qarşılaşmadan uzaqlaşdıracaq. Çünki öz evində oynayacaqlar. Mən əmin deyirəm ki, Bisson hadidiyan Bisson çıxardıb öz səfərdə 4 dənə, 5 dənə qol atır ki, Görü məğlub elə çətin məsələdir. Evet, davam edək ikinci gün oynanan. Çempionlar Liqasında ikinci gündə və Konferans Liqasında eyni zamanda ikinci gündə görək nələr olub. UEFA Çempionlar Liqasının ikinci gündə Romanya qırmızı vərəq aldılar. Karata 1-0 hesabıyla qələbə qazanıblar. 30-cu dəqiqədən qırmızı vərəq alan Romanya üstünlükdə keçib. Və mən inşallah tək ki Allah deyən olsun Kayrat Çempionlar Liqasında Allahın köməklə öz evində Qazaxıstan təmsilçisi Romanya'na məğlub eləyər və yüksək bir üçüncü təsfada keçər. Oradan sonra isə bir playoff udar. Playoff'dakı yarıda Çempionlar Liqasına gedər Qazaxıstan təmsilçisi. Geride qalan Levski Sofya 1-0 Craiova'na məğlub elədi və ümid edirəm ki Gəldəkdə Craiova Levski Sofyanı məğlub eləyər və ölkə xalına ən azından Bolqarstana xitam gələr. Eyni zamanda maraqlı görüşündən biri Egnatiyan Chelsea görüşü oldu ki, mən Egnatiyanın təbii ki də burada tərəfində idim. Egnatiyan da bizim dəyərli futbolçumuz, Azərbaycan millisinin də futbolçusu, Azərbaycan millisinin də futbolçusu Zamiq Əliyev var. Qarabağın yetişdirdiyi bir futbolçudur bu Zamiq. Evet, gələcək həftədə oynayacaq bu arada. Evet, Egnatiyan üzərində qələbə qazanması diləyə deyək və Konferans Liqasında yolumuza davam edək. Bu həftənin ən qırıcı nöqtələrindən biri səbirsizliklə gözlədiyimiz görüşdən biri Neftçi artıq ikinci təsdifatdan başlayacaq. Neftçi belə eləyəcək, Neftçi elə eləyəcək. Neftçi ilk 10 dəqiqəyə aldığı görüşü 2-0'lıq üstünlüyü hədiyyə elədi ki, Belarusiyaya. Mən artıq ümidlərim ölüb ki, yəni Dinamo Minsk gedər səfərdə öz evində, yəni uduza. Amma yenə də dediyim kimi Neftçinin qələbə qazanmasını səbirsizlə gözləyəcəm. Bohemian İrlandiya Balkani Kosova'ya tutdular ama Kosova təbii ki inşallah qələbə qazanacağını əminəm. Gələk digər klublarımızdan birinə söhbət Başakşehirdən gedir ki, Başakşehirdə Kupsum Inter klubu ilə öz evində bərabərə qalır. 16-cı dəqiqədən hesab açan Inter 54-cü dəqiqədə Emin Bayram'ın goluyla bax bu görüşü bitirib Yusuf Sarı'nın isə asisti var. Onun ən yaxşı isə 8-10-7 reytinglə Emin Bayram seçilib və 8-14 reytinglə isə ən yaxşı futbolçular arasında bir asistəki Başakşehirin futbolçusu eləyib. Və ümid edirəm ki, dediyim kimi Fayzullayev görənməmişəm mən bu oyunda. Fayzullayev 61-ci dəqiqədə oyuna daxil olub. Başakşehir ümid edirəm ki, səfərdə Kups, Inter üzərində Finlandiyada qələbə qazanar. Vardar Liga görüşünə gəldiyimiz zaman Şimali Makedoniya görüşü var. Şimali Makedoniya 2-3 hesabıyla Rigaya məğlub olub və Letoniya təmsilçisi mən əmin deyiləm ki, öz evində bax bu görüşü verə. Bəlkə də bax bu oyunu ilə penaltilər seriyasında hər şey bəlli ola bilər. Vardar bir dənə vursa söhbəti bağlayacağına əminəm. Gələn ən maraqlı görüşündən biri söhbət Spartak Trnava CSKA Sofyadan gedir ki, Slovakiya təmsilçisi hər ikisi arxa rəqiblərimiz də bu arada. İstəyir Slovakiya olsun, istəyir Bolqarıstan olsun. Həqiqətən bu görüşün mən 0-0'a həqiqətən bərabərlik olmasını istəyirdim.
İnşallah növbəti görüşdə daha da 0-0 olar və ölkə xalqına ən azından hər yarım bir şey gətirər. Və bir məsələ də var ki, oyun penaltilərə gedər ki, penaltilərdə kim qazandığı mənim vecimə deyil. Çünki deyirəm, penaltiləri qazanan ölkə xalqı, əgər sən 1000 dənə at qol oldu, sən 5 dənə at qol, 100 dənə at qol, ölkə xalqı yerinə gətirməyəcək qazandığın təqdirdə belə. Neftçilə rəqəminə gəldiyimiz Yaman Zelezniçar 0-5 sayabıla bırakan məğlub olub. Bu qarşılaşmada təbii ki də çox maraqlı bir görüşlərdən biriyir ki, Braqa təmsilçisi, Serbiya təmsilçisi Zelezniçar Braqaya həqiqətən öz evində çox möhtəşəm dərəcədə bir şey oynadı və penaltilər seriyasında isə uduzdu. Və bu da təbii ki də gözlənilməz bir şey oldu. Bəlkə də bu görüşdə də elə Serbiya öz ölkəsində xal yazdıra bilərdi. Və Braqanın buradan biz necə deyim, çətin bir şey olduğunu görürük. Yəni oyun